Bu zəncir otudur, baxın. Görürsünüz mü? Zəncir otunun gülü də, yarpağı da, kökü də nə qədər dərmandır, bax insana. Çox dəftərə dərmandır. Bax, indəndən vaxt yığın, qurudun öyün havasında, öyün içində qurudun bunu, gülünü. Dəmləyin, bir termoza 25 dənə, 20 dənə atırsınız gülü, üstə qaynar su. Qapağını ağzına qoyursunuz, 4-5 saat sonra dəm alır. Ondan sonra sabah gün orta axşam içirsiniz 10 gün. Yəni çox içmək olmaz. 10-ca gün içirsiniz, ara verirsiniz. Çox dərdlərə dərmandır. Trompları açır, əyəkləri, əyək tutulan adamların əyəklərini açır. Bədəndə ağrıyı götürür, ürək döyüntüsünü götürür. Ondan sonra nə bilim, ciyarı məsələ təmizləyir. Ondan sonra çox dərdlərə saymaqla qurtarmaq olmur. Çox dərdlərə dərmandır. Bax, bax, bu gördüyünüz zəncir otu. Görürsünüz mü? Öysürəyə xeyirdir, bəlğəmi məsələ təmizləyir. Bronx asmaları dərmanıdır. Çox dərdlərə dərmandır. Bax, bunu yığından qurudun öyün havasında. Ondan sonra dediyim kimi dəmləyin için. Kökünü də qurudursunuz qışa, yarpağını qışa qurudursunuz. Qışda lazım olanda məsələ istifadə edirsiniz. Yuyursunuz kökünü, qurudursunuz. Xırda doğrayıb. Görürsünüz mü? Kökünü də bir stəkanə, bir çay qaşığı şeyindən doğradığınızdan, qurutduğunuzdan tökürsünüz, ağzına qapaq. Şeyli dəm alır 4-5 saat. Ondan sonra içirsiniz. Çox dərdlərə dərmandır. Belə baxın. Bura baxırsınız mı? Bu gülə. Aha, baxıram. Advanskdir. Rus dilində advanskdir ilə bizim dildə zəncir otudur. Görürsünüz. Nə qədər dərdlərə dərmandır. YouTube'da yazın, zəncir otunun faydalarını deyəcəklər. Mən bunu dəmləyib içirəm, bunu yeyirəm. Görürsünüz mü? Nə qədər dərdə dərmandır. Qaraciyarı təmizləyir, ödü təmizləyir, böyrəkdə daşı, öddə daşı əridir. Ondan damarları açır. Diz ağrısına xeyirdir, revmatizmə xeyirdir, əyək ağrısına xeyirdir. Bədəndə olan bütün ağrıları hamısını çıxardır. Nədir? Bu hasta çölə çıxa bilmir, bax onun dərmanıdır. Ondan sonra dərmanıdır. Nədir? Prostatın dərmanı. Saymaqla qutarmır. YouTube'da siz yazın, zəncir otunun faydaları gələcəkdir. Görənlərə dərmandır. Ən birinci dərman budur.